Salam hörmətli müəllimlər və şagirdlər. Bu gün 2025 toplu ikinci hissə coğrafi təbəqənin komponentləri mövzusunun test tapşırıqlarına baxarıq. Gəlin birinci tapşırıqla başlayaq. Səhra iqlimi üçün səciyyəvi olan rütubətlik əmsalını müəyyən edin. Rütubətlənmə əmsalı yağıntı bölünsün mümkün buxarlanma, yəni buxarlanma qabiliyyətidir. Və səhrada mümkün buxarlanma daha çox olur, yağıntı isə az olur. Mümkün buxarlanmanın çox olması orada istiliyin çox olmasıdır. Ona görə rütubətlənmə əmsalı səhra ərazilərində əsasən 0,3-dən kiçik olur. A variantında rütubətlənmə əmsalı vahiddən böyükdür, olmaz. B-də də vahiddən böyükdür, olmaz. D-də vahidə bərabərdir, olmaz. Y-də də vahiddən böyükdür və düzgün cavabımız olacaq C variantı. İkinci sual, rütubətlilik əmsalının vahiddən böyük olduğu ərazilərin səciyyəvi əlamətləri. Əgər rütubətlənmə əmsalı vahiddən böyükdürsə, deməli ərazi rütubətli iqlimə malik olan ərazilərdən biridir. Bataqlaşma üçün əlverişli təbii şəraitin olması. Bataqlaşma rütubətlənmə əmsalının vahiddən böyük olduğu ərazilərdə olur. Bir doğru. Kserofit bitki örtüyünün inkişafı. Xeyr, kserofit quru bitkilərdir. Suya az tələbkar bitkilərdir. Burada əslən higrofit bitki olmalıydı. Sıx çay şəbəkəsinin olması. Əgər bir ərazi rütubətli isə, deməli çay şəbəkəsi sıxdır. Fiziki aşınmanın intensiv olması. Rütubətlənmə əmsalı vahiddən böyük olduğu yerlərdə fiziki yox, kimyəvi aşınma olacaq. Duzlu göllərin yaranması üçün şəraitin olması daha çox şirin sulu göllər olacaq. Ona görə düzgün cavab olacaq 1, 3, Y variantı. Qurunun qədim buzlaşmaya məruz qalmış hissələri və onların müasir relyefdə izləri. Qədim buzlaşma, yəni 4-cü dövr buzlaşmasından söhbət gedir. 4-cü dövr buzlaşması əsasən Avrasiya və Şimali Amerikanın şimal hissələridir. Burada da düzgün cavab C variantı olacaq. Avropa və Şimali Amerika buzlaq göllər və moren tirələri, yəni buzlaq relyef formaları yaranacaq. Ona görə C variantı. Qırmızı qonur torpaqlar hansı təbii zona üçün səciyyəvidir? Qırmızı qonur torpaqlar savannalar üçün səciyyəvidir. C variantı. Çöllərin torpağı qara və şabalıdır. Səhraların torpağı bozdur. Yarım səhra boz torpaqdır. Enli yarpaqlı meşələrdə də əsasən qonur torpaqlardır. Antropogen landşaft nədir? Antropogen adından da göründüyü kimi, yəni insan fəaliyyətidir. İnsanların təsərrüfat fəaliyyəti ilə yaranan kompleksdir. A doğrudur. Təbii eroziyanın təsirinə məruz qalan sahə yanlışdır. Əlbəttə ki, meşə ehtiyatlı ilə təmin olunmuş ərazi. Bu da yanlışdır. Denudasyon relyef formalarıdır. Olmaz. Akümülativ düzənlikdir. O da olmaz. Suvarmanın mahiyyəti. Kollektorlar vasitəsilə torpaqların məhsuldarlığının artırılması. Kollektor səthə çıxmış qurun sularının belə deyək, axıdılmasıdır. Yəni təmizlənməsidir qurun sularının, yəni şoranlığın qarşısını almaq üçün. Ona görə bu olmaz. Torpaqda rütubətin miqdarının süni yolla artırılması, bu ola bilər. Yəni torpaqda belə deyək, rütubətin miqdarını süni, yəni su verməklə artırırıq. Əraziyə belə deyək, rütubətli iqlim gətiririk. Müxtəlif üsullardan istifadə edilməklə şoran torpaqların yuyulub təmizlənməsi bu kollektor drenaja aiddir, ona görə olmaz. Qurun suların səviyyəsinin qalxması ilə torpağın rütubətinin süni sürətdə artırılması, əlbəttə ki, bu yanlışdır. Qurun suların səviyyəsinin qalxması torpaqda şoranlaşma yaradacaq. Bataqlıqların qurudulması və mineral güblələr verməklə məhsuldarlığın artırılması, bu da olmaz. Yəni bu suvarmaya heç bir aidiyyəti yoxdur. Ona görə düzgün cavab olacaq B variantı. Daha sonra 6-cı sual. Burada 7 tam düşməyib, 8-ci suala baxaq. Daha çox landşaft qurşaqlarının müşahidə edildiyi dağlar. Daha çox landşaft qurşağı deyirsə, deməli dağlarımız əsasən belə deyək, yəni təbii zonalarında tam müşahidə edildiyi və yaxud fəsil dəyişkənliyin aydın müşahidə edildiyi mülayim və subtropik iqlim qurşağında yerləşən dağlar olmalıdır. Burada da ən uyğun cavab C variantı olacaq. Mülayim qurşaqda yerləşmiş, hündürlüyü 5000 metrdən, yəni yüksək olan dağlar, 5000 metr olan dağlar. 9-cu sual, podzol torpaqların geniş yayıldığı təbii zona və ölkələr. Podzol torpaqlar tayqa, yəni iynəyarpaqlı meşələrin torpağıdır. A-da tundra yazıb, tundra torpağı tundra meşə tundradır, tundra qleylidir. B-də tayqa yazıb, doğrudur burada. C-də ekvatoral meşələr yazıb, ekvatoral meşələrin torpağı qırmızı sarı feralitdir. Y-də də ki, subtropik meşələr yazıb, onların torpaqları qırmızı sarı torpaqlardır. Burada 2 variant qalır, B və D. Gəlin indi ölkələrə baxaq. Podzol, yəni tayqa meşələri əsasən Avropanın, Şimali Amerikanın şimal hissələridir. Kanada, Norveç, Finlandiya doğru olacaq, B variantı. D-də Finlandiya, İsveç doğru olsa da Fransa yanlışdır. Çünki Fransada iynəyarpaqlı yox, enliyarpaqlı meşələrdir. Əsasən enliyarpaqlı və qarışıq meşələrdir. Ona görə D yanlışdır.
10-cu sual. Yarımsəhra və səhra landşaftından xas olmayan əlamət. Dəmiyə əkinçiliyi inkişafı. Yarımsəhrada rütubətlənmə əmsalı vahiddən çox kiçikdir. Burada dəmiyə yox, suvarma əkinçiliyi olar. Boz, boz qonur, yəni A yanlışdır. Boz, boz qonur, şoran torpaqların yayılması B doğrudur. C. Rütubətlənmə əmsalı vahiddən kiçik olması əlbəttə ki, doğrudur. Quraqlığa davamlı kol və efemil bitkilər, yəni kserofit bitkilərin inkişafı doğrudur. Suvarma əkinçiliyinin inkişafı da doğrudur. Cavabımız olacaq A variantı. Tayqa zonası üçün səciyyəvi olmayan əlamət. Tayqa, yəni iynəyarpaqlı meşələr Təbriz zonası. Mülayim iqlim qurşağında yayılmışdır, doğru. İynəyarpaqlı meşələrdir, doğru. Podzol torpaqlar, doğru. Subarktik qurşaqda geniş yayılmışdır, xeyr. Subarktik qurşaqda tundra və meşə tundra Təbriz zonasıdır. Şimal yarımkürəsində geniş sahətdir, bu da doğru. Təbii zonaların enlik üzrə dəyişməsinin səbəbləri. Deyir, yəni təbii zonalar niyə enliklər üzrə dəyişir? Yağıntıların miqdarı geoloji quruluş. Geoloji quruluş yerin daxili, yəni litosferə aiddir. Bu təbii zonalara təsir etmir. A yanlışdır. Litosferin daxili quruluşu bu da təsir eləməz. Günəş olan düşmə bucağı yağıntıların paylanması. Ən düzgün cavabımız C variantı olacaq. Yəni atmosferlə bağlı olan hadisələr olacaq. Coğrafi enlik suxurların tərkibi yenə suxurlar olmaz. Bu yerin daxilindədir, yəni suxurlar. Günəşin düşmə bucağı olsa da geoloji quruluş olmaz. O da suxurlara aiddir. Ona görə olmaz. Düzgün cavab C variantı. Coğrafi təbəqədə təbii proseslərin baş verməsinin əsas səbəbi. Coğrafi təbəqədə təbii proseslərin baş verməsinin ən əsas səbəbi günəş enerjisi və yerin daxili enerjisidir. Düzgün cavab olacaq A variantı. Yəni, coğrafi təbəqənin inkişafı da zaten günəş enerjisi və qismən də yerin daxili enerjisindən asılıdır. Ona görə düzgün cavab A variantı olacaq. Dağlarda şaquli qurşaqlığı yaradan əsas amil suxurların tərkibi və torpaq örtüyünün dəyişməsi. Bu əlbəttə ki, olmaz. Yəni, suxurların tərkibi, belə deyək, landşaftların yayılmasına böyük təsir etmir. Ona görə olmaz. Atmosfer təzyiqi, çay şəbəkəsinin sıxlığının dəyişməsi. Xeyr, bu da olmaz. Temperatur və yağıntıların nisbətinin dəyişməsi. Bu düzgün cavabımız ola bilər. Yəni, yuxarıya doğru getdikcə belə deyək, temperatur azalır və həmin temperatura uyğun landşaftlar formalaşır. Yəni, ona görə və yaxud yağıntıların dəyişməsi ilə. Məsələn, yağıntılar dağın aşağı hissəsində azdır, ona görə yarımsəhra landşaftı olur və yaxud çöl landşaftı olur. Amma dağlara doğru qalxdıqca rütubətli olur, meşə landşaftı yaranır. Yəni, C doğrudur. R ilə formalı geoloji ezolin dəyişməsi bu olmaz. Bitki örtüyü zaten şaquli qurşaqlığın nəticəsində yaranan bir prosesdir. Geoloji quruluşun dəyişməsi bu da olmaz. Ona görə düzgün cavab olacaq 14-cü sualda C variantı. Daimi qar xətti daha hündürdən keçən dağ silsilələri. Daimi qar xətti qütblərdən, yəni ekvatordan qütblərə doğru getdikcə daha aşağıdan keçir. Çünki qütblər daha soyuqdur. Ona görə yəni daima qarın olduğu yerlər daha aşağıdan keçir. Burada yazıb ki, daha yuxarıdan, daha hündürdən keçir. Appalaç böyük su ayrıcı dağlarında qar xətti müşahidə olunmur. Çünki o dağlar alçaqdır. İstəyənliklərdə yerləşirlər, amma alçaq, hündürlüyü azdır. Ural dağlarında aşağıdan keçir. Qafqaz dağlarında 4000, yəni 3500-4000 arasıdır. Skandinaviya dağlarında da aşağıdan keçir. Çünki onlar soyuq yerlərdir, yəni Uralla Skandinaviya dağları. Tibet dağlarında yuxarıdan keçir. Altay dağlarında yuxarıdan keçir, hardasa, amma Karpat dağlarından daha aşağıdan keçir. Çünki Karpat dağlarında zaten hündürlüyü də azdır. Aşağı deyəndə, yəni hündürlüyü zaten azdır. Heç orada müşahidə də olunmaz. Tianşan, Himalay, And dağları. Bunlar həm istəyənliklərdə yaxın dağlardır, həm də hündür dağlardır. Ona görə qar xətti daha hündürdən keçir. Kordilyer, Krım, Skandinaviyada daha aşağıdan keçir. Ona görə Y variantı olmaz. Böyük səhrada vahələrin yaranma səbəbi. Vahə, yəni səhra ərazilərdə, belə deyək, sanki biz səhra olan bir ərazidə şirin yeraltı sular səthə yaxın yerləşir və həmin o şirin yeraltı sular səthə yaxın yerləşdiyi üçün orada yaşıllıqlar, belə deyək, bitkilər yaranır, yəni formalaşır. Ona görə burada düzgün cavabımız olacaq 16-da, yəni B variantı. İqlim qurşağı və tiplərinə müvafiq gələn təbii zona və torpaq tiplərinin düzgün sırası. Aralıq dəniz iqlimi, codyarpaqlı meşə və kolluqlar, qəhvəyi torpaqlar, bu doğrudur. Kəskin kontinental, enliyarpaqlı meşələr boz torpaqdır. Enliyarpaqlı meşələrin torpağı boz deyil, bu yanlışdır. Və bir şey də yadda saxlayaq ki, enliyarpaqlı meşələr daha çox mülayim kontinentalda olur, kəskin kontinentalda yox. Subekvatorial savanna və seyrək meşə doğrudur. Qara torpaqlar çölün torpağıdır. Savannan torpağı qırmızı qonurdur. Tropik səhralar doğrudur. Qırmızı qonur savannanın torpağıdır. Səhranın torpağı bozdur.
Musson tundra, meşə tundra, qleydi torpaqlar xeyl. Musson meşələrin belə də iqliminin yarandığı təbii zonada elə musson meşələridir. Torpağı da qleyli yox, qırmızı sarıdır. Ona görə bu yanlışdır. Qədim buzlaşmaya məruz qalmış adalar və yarımadalar. Qədim buzlaşma 4-cü buzlaşması da əsasən Şimali Amerikanın, Avropanın və Asiyanın şimal hissələridir. Novya Zemlya, Kalimantan olmaz. A yanlışdır. Ekvatorial enlikdir. İzlandiya, Yutlandiya, Yukatan. Yukatan yarımadasında olmaz. Yukatan yarımadası daha cənubdadır. Yəni tropik işıqlama quşağıdır. Frans Iosif, Spitsbergen, Kolaba. Düzgün cavabımız olacaq C variantı 18-də. Yava, Kamçatka, Yamal, Yavada olmaz. Vrangel, Alyaska, Florida, Floridada müşahidə edilməz. Düzgün cavab C variantı. Aqroiqlim ehtiyatlarının əsas göstəriciləri, vegetasiya dövründə yağıntıların miqdarı doğrudur. Hündürlüyə doğru temperatürün artması bu olmaz. Şaxtasız dövrün davam etmə müddəti doğru. İsti küləklərin tez-tez təkrarlanması olmaz. Faal temperaturların cəmi bu da doğrudur. Buxarlama qabiliyyətinin aşağı olması bu da olmaz. Düzgün cavabımız olacaq 1, 3, 5. Enlik zonalıq. Enlik yəni belə deyək, eninə, yəni təbii komplekslərin, təbii zonaların, landşaftların eninə doğru dəyişməsidir və yaxud ekvatordan qütblərə doğru dəyişməsidir. Ekvatordan qütblərə doğru təbii komplekslərin bir-birini əvəz etməsidir. Düzgün cavabı 20-də olacaq C variantı. 21-ci sual terraslaşdırma. Terras yəni pilləli formalardır. Yəni terraslaşdırma da pilləvari əkinçilikdir. İndi gəlin baxaq. Heyvandarlıq və əkinçilik üçün yararlı olan torpaqların sahələrinin artırılması bu olmaz. Faydalı qazıntı yataqlarının istismarı nəticəsində pozulmuş torpaqların bərpası, yəni rekultivasiyadır, bu olmaz. Gübrələrin verilməsi ilə torpağın məhsuldarlığının artırılması, melorasiyadır, olmaz. Yamaclarda eroziyanın qarşısını almaq üçün pillələr sisteminin yaradılması. Bəli, yəni eroziya olmasın, torpaq sürüşməsin, belə deyək, hadisə baş verməsin deyənə pilləli əkin forması və yaxud pillələr yaradırlar. Bu terraslaşdırma adlanır. Əkinçilik üçün yararlı torpaqlarda kollektor drenaj şəbəkəsinin yaradılması, bu da olmaz. Yəni terraslaşdırma deyil. Torpaq eroziyası. Eroziya yəni torpağın parçalanmasıdır. Torpaqların məhsuldarlığının bərpa edilməsi və melorasiya tədbirləri bu deyil. Dağ mədən sənayesinin tullantılarını emal etmək üçün aparılan tədbirlər. Yəni bu heç bir aidiyyatı yoxdur. Torpaqların çirklənməsi nəticəsində münbitliyin azalmasıdır. Xeyr. Eroziya çirklənmə deyil. Çaylar vasitəsilə torpaqların gətirilib çökdürülməsidir. Xeyr. Torpaqların üst münbit qatının su və külək vasitəsilə yuyulması və dağılmasıdır. Bax, bu düzgün cavabımız olacaq 22-də Y. Təbii zonaları bir-birindən fərqləndirən əsas amillər. Təbii zonaları bir-birindən fərqləndirən əsas amillər, yəni zonal, yəni xarici amillərdir. A-da okean cərəyanları olmaz, suxurların nisbi yaşı olmaz. B-də torpaq bitki örtüyü olar, suxurların yaşı olmaz. Daxili bu, belə deyək, azonal amildir. Geoloji quruluş olmaz, faydalı qazıntı olmaz, relyef, yeraltı su olmaz, C. Temperatur, təzyiq, relyef olmaz. İqlim, torpaq, bitki örtüyü, heyvanat aləmi. Y variantı. Yəni hər bir təbii zona öz iqlimi ilə, öz torpaq, bitki örtüyü ilə, öz heyvanat aləmi ilə digər təbii zonadan fərqləndirilir. Yəni burada suxurun yaşı, tərkibi çox da mühüm rol oynamır. Ona görə 23-də Y. Sıxımı əsasən subtropik iqlim qurşağında yerləşən dağlarda subnival və nival landşaftlarının yerləşdiyi məntəqələri müəyyən edir. Subtropik iqlim qurşağında əgər subnival və nival landşaftından danışırsa, nival landşaftı ən axırda olan landşaftdır. Subnival isə ondan biraz aşağıda olan landşaftdır. Burada da subnival N hərfi, N hərfi, nival isə H hərfidir. Ona görə düzgün cavab olacaq 24-də B variantı. 25-ci sual. Aşağıdakı əlamətlər hansı təbii zonaya aiddir? İllik yağıntıları boldur. Yəni il boyu yağıntı boldur. Zəngin və bitki heyvanat aləmi var. Qırmızı sarı ferralit. Deməli, qırmızı sarı ferralit ekvatorial meşələr təbii zonasıdır. Afrikada, Cənubi Amerikada böyük sahə tutur. İllik amplitudu azdır. Ona görə burada rütubətli ekvatorial həmişəyaşıl meşələr olar. B variantı. 26-cı sual. Aşağıdakı əlamətlər hansı təbii zonaya aiddir? Yağıntının düşməsində fəsil dəyişkənliyi kəskin nəzərə çarpır. Orta illik temperatur 20 dərəcədən yuxarıdır. Əgər fəsil dəyişkənliyi aydın nəzərə çarpırsa, temperatur da 20 dərəcədən yuxarıdırsa, deməli bu ekvatoriala yaxın bir enliklərdə yerləşən təbii zonadır. Və həmçinin orada fəsil dəyişkənliyi varsa, deməli bu ekvatorial meşələr ola bilməz. Çünki ekvatorial meşələrdə
fəsil dəyişkənliyi müşahidə olunmur. İl boyu isti və rütubətli olur. Yəni C variantı olmaz. B variantı da olmaz, çünki tundrada temperatur 20 dərəcədən yuxarı deyil. Bitki və heyvanat aləmi zəngindir. Burada enliyarpaqlı olmaz, çünki enliyarpaqlıda da temperatur 20 dərəcədən yuxarı deyil. Codyarpaqlılarda da olmaz, ona görə bu da doğru deyil. Yəni burada bir dənə uyğun variant qalır, o da savanna və seyrək meşələr. Çünki codyarpaqlıda da temperatur, orta illik temperatur 20 dərəcədən yuxarı ola bilməz. Yəni, orta illik temperatur ola bilməz. Ona görə düzgün cavab D variantı. Savanna və seyrək meşələr, yəni subekvatoral iqlim qurşağı. Tropik və arktik səhralarda bitki örtüyünün kasıb olmasının müvafiq səbəbləri. Səhralarda nə üçün bitki örtüyü kasıbdır? Tropikdə isti və quru iqlim doğrudur. Arktikdə də soyuq və sərt iqlimdir. Düzgün cavab elə olacaq 27-də A variantı. B-də yazıb isti və rütubətli iqlim. Tropikdə rütubətli iqlim deyil. B yanlış. Tropikdə alçaq təzyiq yox, yüksək təzyiqdir. Və enən havadır. Yağıntının çox olması yox, az olması olmalıydı. D də yanlışdır. Yayın quru, qışın rütubətli keçmə. Tropikdə qış, yay rütubətli keçmə yoxdur. İl boyu isti və quru olur. Y də yanlışdır. Savanna və çöl zonalarında bitki örtüyünün zəngin olmasının səbəbləri. Əgər bir yerdə, baxın, zaten bu məntiqlə tapılası bir şeydir. Bir yerdə bitki örtüyü zəngindirsə, deməli oranın torpağı, iqlimi rütubətlidir, torpağı da münbitdir. Yəni iqlimi mülayim və rütubətlidir. Yayın quru, qışın mülayim və rütubətli olması. Savannalarda yay quru keçmir, rütubətli keçir. Bu tamam yanlışdır. Çünki orada yay aylarında ekvator hava kütləsi təsir. Arid iqlim olan yerlər quru iqlimdir. Burada deyir, niyə bitki örtüyü zəngindir? Ona görə olmaz. Əlverişli temperatur və rütubətli şəraiti münbit torpaqlar. Bax, bu düzgün cavabımızdır. Həm temperatur, rütubətli şəraiti əlverişlidir, həm də münbit torpaqları var. Alçaq təzyiq sahəsi, bol iqlim, agroiqlim ehtiyatları. Bu olmaz. Agroiqlim ehtiyatları, bol agroiqlim olmaz. Savannada da il boyu alçaq təzyiq sahəsi olmur. Bu da yanlışdır. İl boyu ifrat rütubətlənmə, savannada da, çöldə də ifrat rütubətlənmə deyil, rütubətlənmə misalı vahiddən kiçikdir. Amma vahidə yaxındır. Yerdə yanlışdır. Sərhədləri daxilində daha çox təbii zonaların formalaşdığı iqlim qurşağını müəyyən edin. Yəni fəsli dəyişkənliyi aydın müşahidə edilməlidir. Çoxlu iqlim tipi olmalıdır. Əlbəttə ki, söhbət mülayimdən gedir. 4 iqlim tipi var və fəsli dəyişkənliyi aydın müşahidə edilir. Mütləq hündürlüyü yüksək olsa da daha az landşaft qurşaqlarının olduğu dağların yerləşdiyi coğrafi enliklər. Bu, belə deyək, mütləq hündürlüyü çox olsun, amma daha az landşaft olsun. Bu, belə qütb ətrafı ərazilər ola bilər. Çünki qütb ətrafı ərazilər il boyu soyuqdur. Orada hündürlüyü çox olsa belə, landşaft az olacaq. Ona görə 30-da düzgün cavab olacaq Y variantı. Dağ yamaclarında yarğanların yaranmasının qarşısını almaq məqsədi ilə görülən tədbirlər. Yarğan, müvəqqəti axınların yaratdığı dərələrdir. Yamacların eninə şumlanması, eninə şumlanma doğrudur. Yəni, yamacları eninə şumlayarkən, belə deyək, torpaq eroziyasının, torpaq parçalanmasının qarşısını kəsirik. Amma intensiv otarılma torpağı məhv eləmək deməkdir. Ona görə A yanlışdır. Yamacları uzununa şumlanması. Yamacı əgər uzununa şumlasaq, bu torpağın belə deyək, sürüşməsini daha da artıra bilər. Belə deyək, sanki dağ yerlərində bəlkə də görmüsünüz, yəni zaten yarğanlar biraz meyilli ərazilərdir. Dağ yerlərində bəlkə də görmüsünüz, uzununa şumlayanda artıq o yuxarıda olan torpaq qatı da gəlib aşağıya doğru çökür. Yəni yuxarıda artıq torpaqsızlıq yaranır. Sanki bərk təbəqə artıq üstə çıxır. Ona görə olmaz. Torpaqların yuyulması, bir torpağın yuyulması, bu həddindən artıq yuyulması torpağı məhv eləməkdir. Yəni eroziyanın baş verməsidir. Ona görə olmaz. Yamacın eninə şumlanması olar, ağac və kolların əkilməsi olar. Ağac və kolun əkilməsi yarğanların və yaxud eroziyanın qarşısını alır. Kollektorların yaradılması, torpağa gübrələrin verilməsi. Bu da olmaz. Bu yarğanla heç bir əlaqəsi yoxdur. 31-də düzgün cavab D variantı. Havanın orta illik temperaturu və rütubətlənmə əmsalına əsasən torpaq əmələ gəlmə prosesinin daha intensiv getdiyi məntəqəni müəyyən edin. Gəlin baxaq. Yəni, daha intensiv deyəkən daha yaxşı getdiyi deyir. Temperatur deyir 1-3 dərəcə olmalıdır. Rütubətlənmə əmsalı 1,2 olmalıdır. Temperatur 3 dərəcə olması torpaq əmələ gəlmənin zəif getməsidir. Çünki temperatur çox aşağıdır. Temperatur 10 dərəcə olmalıdır. Olar, amma rütubətlənmə əmsalı 0,4 artıq çox aşağıdır. Ərazi quru iqlimə malikdir. Temperatur 12 dərəcə olmalıdır. Rütubətlənmə əmsalı 0,9 olmalıdır. Bu düzgün cavabımız olacaq
Çünki rütubətləmə əmsalı vahidə yaxındır, temperatur da ortadır. Yəni 12 dərəcə, 8-16 dərəcə arasında dəyişir. Doğrudur. Temperatur 25 dərəcə olmalıdır. Bu doğru idi. Amma rütubətləmə əmsalı 0,3. 0,3 rütubətləmə, yəni səhra iqlimidir. Yəni rütubətlik çox azdır. Hava quru iqlimə malikdir. 4 olmaz. 5. Temperatur 30 dərəcə olmalıdır. Yenə də 0,2 rütubətləmə əmsalı çox aşağıdır. Ona görə olmaz. Düzgün cavab olacaq E variantı. Əkin sahələri daha çox sahə tutan təbii zonaları müəyyən edin. Əkin sahələri deyirsə, burada deyir, torpaqları münbit olmalıdır və rütubətli iqlimə malik olmalıdır. Savanna, meşə, çöl olar, torpaqlar rütubətlidir, münbitdir və rütubətli iqlimdir. Meşə, tundra olmaz, subaktlikdə yerləşir, soyuqdur. Yarım səhra olmaz, B yanlışdır. Meşə, çöl, səhra olmaz, C də yanlışdır. Meşə, selva, meşə, çöl. Baxın, selva ekvatorial meşələrdir. Ekvatorial meşələr, yəni Cənubi Amerikada olan ekvatorial meşələr. Ekvatorial meşələr təbii zonasında, xüsusilə də Cənubi Amerikada, Amazon meşələrinin olduğu yerlərdə əkin sahələri çox deyil. Çünki orada zaten cəngəlliklərdən ibarətdir. Yəni D də olmaz. Meşə, tundra, prairie olar, çöllərdir, Şimali Amerikanın çöllərdir. Amma tundra olmaz, soyuqdur, subaktlikdir. Savannaların təbiətində baş verən mühüm mövsümi dəyişkənliklər. Savannalar subekvatorial, əsasən subekvatorial iqlim qurşağında olur. Subekvatorialda da bildiyimiz kimi yay ayında ekvatorial olur, qış ayında tropik hava kütləsi olur. Yayda ekvatorial olduğu üçün yayları yağıntılı, rütubətli, qışları isə quru keçir. A-da yazıb ki, yay və qış rütubətli, yanlışdır. Yayda yağıntı az düşür, yox, çox düşür. Yayda bitki aləmi canlanır, bəli, yağıntı çox düşür. Qışda isə quruyur, çünki quru tropik iqlim təsir edir. C doğrudur. Bitki aləmi qışda canlanır, yayda isə quruyur. Bitki aləmi qışda canlanmır, yayda canlanır. D yanlışdır. Yay və qış quraq keçir, xeyr, qış quraq keçir, yay rütubətlidir. İnsanların təsərrüfat fəaliyyətinin savannaların təbiətinə göstərdiyi mənfi təsirlər. Yəni bir insan belə deyək, savanna kimi münbit torpağa malik olan, rütubətli iqlimə malik, yəni normal rütubətli iqlimə malik olan bir əraziyə necə mənfi təsir göstərə bilər? Yeraltı və yağış sularından əkinçilikdə geniş istifadə edilməməsi. Bu mənfi təsir deyil. Yəni yağış sularından istifadə etmir, bu mənfi təsirdir, xeyir olmaz. Qoruq və yasaqlıqların yaradılması, növbəli əkin sisteminin tətbiqi. Baxın, qoruq və yasaqlığın yaradılması əslində bitki aləminin qorunmasıdır. Növbəli əkin sistemi də torpağın belə deyək, daha çox məhv olmasının qarşısını alır. Yəni bu yaxşı bir şeydir. Ağac və kolluqların qırılması, baxın, ağac və kolluğu qırarkən biz torpağa eroziya baş verəcək. Mal qaranın həddən artıq otarılması da torpağı məhv edəcək. Ona görə düzgün cavab olacaq C variantı. Yəni bu mənfi bir şeydir. Şəhərlərin sayının artması, meşələrin və əkin sahələrinin genişlənməsi. Əkin sahələrinin, meşələrin genişlənməsi mənfi təsirlərdən ola bilər, amma şəhər sayının artırılması, yəni bu olmaz, D yanlışdır. Meşələrin artırılması əslində yaxşı bir şeydir. Amma əkin sahələrinin genişlənməsi, bəli, məhvə səbəb ola bilər. Amma meşələrin artırılması yaxşıdır. İri ot yeyən heyvanların və milli parkların sayının artması, bu da yaxşı bir şeydir. Çünki milli parklar, yəni qoruyuruq da, milli parklarda bitkiləri, heyvanları qoruyuruq. Yəni təbii landşaftı qoruyuruq. Ona görə bu da yaxşıdır. Düzgün cavab olacaq C variantı. Çöl və meşə çöl təbii zonaları üçün səciyyəvi olan rütubətli əmsalı. Çöl və meşə çöl təbii zonasında rütubətlənmə əmsalı vahiddən kiçik olur. Ona görə A variantı, B variantı, C variantı və D variantı yanlışdır. Düzgün cavab olacaq D variantı və həmçinin 1-ə yaxın olur. Ona görə düzgün cavab D variantı. Tayqa təbii zonası üçün səciyyəvi olan rütubətli əmsalı. Tayqa yəni iynə yarpaqlı meşələr təbii zonası. A variantında rütubətlənmə əmsalı çox aşağıdır. Bu səhraydır. B variantında rütubətlənmə əmsalı tayqaya uyğundur. Çünki tayqa mülayimin şimali hissələridir. Mülayim iqlim qurşağının şimali hissələri. Orada yağıntı və buxarlama qabiliyyəti o qədər də çox deyil, amma rütubətlənmə əmsalı vahiddən böyük olur və yaxud vahidə bərabər olur. Ona görə B doğrudur. C-də rütubətlənmə əmsalı çox kiçikdir, yanlışdır. D-də rütubətlənmə əmsalı vahiddən böyük olsa da yağıntı çox aşağıdır. Bu subaktika hardasa uyğun gəlir. Y-də rütubətlənmə əmsalı vahiddən çox kiçikdir, ona görə olmaz. B variantı düzgün cavabımız. İqlim qurşağı, torpaq və təbii zonanın uyğun olaraq doğru verildiyi sıranı müəyyən. İqlim qurşağı subekvatorial. Torpaqları qara, meşə çöl. Qara meşə çöl doğru olsa da bu subekvatorialda yox, mülayimdə olmalıydı. A yanlışdır. Subtropikdə tundra qleyli ola bilməz. Çünki subtropikdə tundra qleyli və meşə tundra subaktlikdə olmalıydı. C. Mülayim olmalıdır, podzol. Mülayim podzol doğrudur, amma podzol iynə yarpaqlı meşələrdir, savanna deyil.
Subekvatorial qırmızı qonur savanna doğrudur. Tropik podzol səhra bu yanlışdır. Çünki podzol səhranın torpağı deyil. Səhranın torpağı boz torpaq olmalıdır. Yanlışdır. Nil çayının keçdiyi təbii zonalar və onlara müvafiq gələn torpaq tipləri. Nil çayı ekvatorial enliklərdən başlayır. Gəlin burada baxaq. Və Aralıq dənizinə tökülür. Keçdiyi təbii zonalar, savanna və seyrək meşələr, səhralar, qırmızı qonur və boz. Düzgün cavabımız olacaq elə A variantı. Əsasən subekvatorialdan axır, ona görə savanna və seyrək meşələrdir. Bir də tropik iqlim qurşağından axır, onun səhradır, torpağı da bozdur. Savanna və seyrək meşə çöl yoxdur Afrikada. B yanlışdır. Səhra ekvatorial meşələr yanlışdır. Səhra codyarpaqlı meşələr, qırmızı qonur səhranın torpağı yazı, bu yanlışdır əlbəttə ki. Musson meşələri yazı, burada musson meşələri müşahidə olunmur. İqlim qurşaqlarına uyğun gələn torpaq tipləri bir rəqəmi şimalı göstərir, yəni belə deyək, Şimali Afrikanın ən şimalını göstərir. Bu qəhvəyi torpaqlar olacaq, yəni 1-ə 1 olacaq. 2-də subekvatorial iqlimi göstərir, qırmızı qonur torpaqlar olacaq, yəni 3-ə 2. 3-də ekvatoral meşələri göstərir, qırmızı sarı ferralit torpaq olacaq. 4-də də ki, səhranı göstərir, Kalahari səhrasını. Burada da ki, boz qonur torpaqlar olacaq. Yəni 1-ə 1, 2-yə 4, 1-ə 1. Yəni birinci, belə deyək, 1 rəqəminə birincisi gedəcək. 2 rəqəminə 4-cüsü. Yəni ikinciyə 4-cüsü gedəcək. Burada da düzgün cavabımız 40-cı sualda olacaq A variantı. İqlim qurşağı və tiplərinə uyğun olmayan təbii zona və torpaq tiplərinin sırası. Mülayim kontinental, çöl və meşə çöl ola bilər, qara torpaqlar olar. Doğrudur bu. Aralıq dənizi, codyarpaqlı meşə və kolluqlar yaranır. Doğrudur, qəhvəyi torpaqlar doğrudur. Mülayim dəniz, savanna və seyrək meşələr. Mülayim dənizdə savanna və seyrək meşələr olmaz. Savanna və seyrək meşələr subekvatorialda olar, tropikdə olar. Və qara torpaqda savannada ola bilməz. Ona görə C variantı bizim yanlış fikrimizdir. Yəni, düzgün cavabımız belə deyək. Düzgün olmayan C variantıdır. 41-ci sualda. D-yə baxaq. Ekvatorial həmişəyaşıl meşələr doğrudur. Qırmızı sarı ferralit bu da doğrudur. Y-də də subtropik kontinental, səhra və yarım səhra boz qonur doğrudur. 42-ci sual. Xəritə sıxımda rəqəmləri əsasən ərazisində codyarpaqlı həmişəyaşıl meşə və kolluqların geniş yayıldığı ölkələr. Codyarpaqlı meşə və kolluqlar Aralıq dəniz iqlim tipində olur. Burada da Avropa qitəsi göstərilib. Aralıq dənizində də Avropanın cənubudur. Yəni 1 İtaliya, 5 Yunanistan, 6 da ki İspaniya. Cavabımız olacaq 1, 5, 6. Yəni D variantı. 43-cü sual. Ərazisində iynəyarpaqlı meşələrin daha geniş yayıldığı ölkələr. İynəyarpaqlı meşələr təbii zonası, tayqa meşələri mülayim iqlim qurşağının şimal sərhədləridir. 6 olmaz, codyarpaqlıdır. 3, 7, 8 olmaz, enliyarpaqlı meşələrdir. 1-də çöl və enliyarpaqlı meşələrdir. Düzgün cavabımız olacaq 2, yəni Norveç, 4 İsveç və 5 Finlandiya. 2, 4, 5, 43-də cavab A variantı. Rütubətlənmə əmsalının vahiddən böyük olduğu təbii zonalar. Rütubətlənmə əmsalı vahiddən böyükdürsə, çöl meşə çöllərdə rütubətlənmə əmsalı vahiddən kiçikdir, lakin vahidə yaxındır. Bir yanlış. Arktik səhralarda rütubətlənmə əmsalı vahiddən böyükdür. Çünki qütbə yaxın ərazilərdə buxarlanma qabiliyyəti çox aşağıdır, yağıntı buxarlanma qabiliyyətinə nisbətdə çoxdur. Enliyarpaqlı meşələr, zaten meşə deyirsə, deməli rütubətlənmə əmsalı vahiddən böyükdür. 3 doğru. Səhrada rütubətlənmə əmsalı vahiddən çox kiçikdir. Savanna və seyrək meşələr subekvatorialda yerləşir. Onlarda yay ayları qış ayları quraq keçdiyi üçün rütubətlənmə əmsalı vahiddən kiçikdir. Meşə tundra subarktikdir, rütubətlənmə əmsalı vahiddən böyükdür. Düzgün cavab olacaq 2, 3, 6, Y variantı. Azonal landşaft əmələ gətirən amillər. Azonal landşaft əmələ gətirən amillər daxili proseslər nəticəsində yaranan amillərdir. Torpaq örtüyü zonaldır, xaricidir. Yağıntı xaricidir, relyef doğrudur. Yeraltı suların səviyyəsi doğrudur, daxili prosesdir. Səs suxurları da doğrudur. Düzgün cavab olacaq 2, 3, 4, 6, yəni A variantı. Təbii zonalar torpaqların məhsuldarlığının artmasına görə sıralayın. İlk olaraq savanna və seyrək meşələr gələr. Çünki rütubətlənmə əmsalı vahidə yaxındır. Aqroiqlim ehtiyatlarının bol olduğu yerdə yerləşir. Ona görə birinci olacaq 4 gələ bilər. Amma burada məhsuldarlığının artmasına görə deyir. Yəni ən sonda 4 gələcək. Çünki ən məhsuldarı savanna və seyrək meşələrdir. Sona 4 yazaq.
Burada ən belə deyim, məhsuldarlığı az olan torpaq əlbəttə ki, tundra və meşə tundranın torpağıdır. Subaktı iqlimdə yerləşir ona görə. 2. Daha sonra burada tayqa meşələri olar. 3. Daha sonra enli yarpaqlı meşələr olar. Daha sonra da savanna və seyrək meşələr olar. Düzgün cavabımız olacaq B variantı. Yadda saxlayaq ki, ekvatordan qütblərə doğru getdikcə yəni torpaqların məhsuldarlığı azalır. Bir dənə səhranı çıxmaq şərtindən. Çünki səhralarda, yəni orada boz torpaqlarda məhsuldarlıq ən aşağı olan torpaqlardır. Düzgün cavab olacaq 2, 3, 1, 4, 46-da B. Ətəkləri yarım səhrada yerləşən Tianşan dağlarının zirvəsinə doğru yaranan landşaftlar. Yəni bir dağın ətəyi yarım səhrada yerləşirsə, deməli dağda hansı landşaftla başlayarıq? Yuxarıya doğru qalxırıqsa, yarım səhra ilə başlayarıq. Burada A variantında 47-də. A variantında səhra ilə başlayıb bu olmaz. Yəni A olmaz da yarım səhra ilə başlamadı. Zaten bunun ətəyində səhra yoxdur. B-də yarım səhra ilə başlayıb. Yarım səhradan sonra gələcək çöllər. Daha sonra getdikcə dağlara doğru bildiyimiz kimi hava rütubətlənir də. Ona görə çöllərdən sonra meşə gələcək. Yəni meşə çöl. Daha sonra meşə gələcək, doğrudur. Sonra subalp və alp çəmənlikləri, ən axırda dağın zirvəsində buzlaqlar olacaq. B variantı doğrudur. Gəlin C-yə baxaq. C-də yazır ki, yarım səhra, çöl, meşə çöl. Doğrudur. Meşə doğrudur. Sonra yazıb ki, alp çəmənləri. Sonra yazıb buzlaq. Deyib buzlaqdan da yuxarıda bir dənə çəmən var. Subalp çəməni. Bu olmaz da. Çünki buzlaqda yuxarı çəmən nətər ola bilər? C yanlışdır. D-də yazıb səhra ilə başlayıb ola bilməz. Y-də yazıb səhra doğrudur. Yazıb sonra meşə çöl, sonra yazıb çöl. Sanki bilirsin nə demək istəyir? Deyir ki, səhradır, səhradan qalxırsan meşə çöl kimi ərazi gəlir. Sonra biraz qalxırsan yenə də çöl gəlir qabaqla. Axı bu belə deyə, bu demək olar ki, müşahidə edilməyən bir şeydir. Yəni çöldən sonra, quru iqlimdən sonra rütubətli iqlim gəlməlidir. Ona görə Y də yanlışdır. Ətəkləri çöl zonasında yerləşən Karpat dağlarında hündürlüyə doğru yaranan landşaftlar. Yəni Karpat dağlarında ətək çöldə yerləşir. Əgər çöldə yerləşirsə, deməli çöl landşaftı ilə başlamalıyıq. Əgər çöl landşaftı ilə başlayırsa, A variantında çöldən sonra yarım səhra və səhra gələ bilməz. Çöldən sonra meşə gəlməlidir. A yanlışdır. B-də yazır ki, çöl, daha sonra deyir meşə çöl olar. Meşə çöldən sonra deyir meşə gəlir, sonra deyir subaf və alp çəmənlikləri gəlir. Doğrudur. Həm də Karpat dağlarında zirvələr alçaq olduğu üçün çox da buzlaqlar yoxdur orada. C-də deyir yarım səhra ilə başlayır, xeyr. Ətəyi zaten deyir ki, çöldür. Ona görə yarım səhra olmaz. D-də deyir meşə ilə başlayır, mümkün deyil də, yəni çöldür deyir axı, ona görə olmaz. Y-də də çöl deyir, sonra deyir çəmən olur, sonra meşə çöl olur. Çöldən sonra meşə çöl olmalıydı, Y-də yanlışdır. Qırmızı sarı ferralit, qırmızı qonur və pulzol torpaqlarının yayıldığı əraziləri müvafiq olaraq müəyyən edin. Qırmızı sarı ferralit ekvatoral meşələr təbii zonasıdır. Yəni 1 olacaq. Qırmızı qonur savanna və seyrək meşələrdir. Burada da savanna və seyrək meşələr 5-dir. Podzol torpaqlar da tayqadır. Yəni burada yalnız uyğun gəlir 3-ə. Ona görə düzgün cavabım olacaq 1, 5, 3, yəni A variantı. 49-da cavab A variantı. Və 50-ci suala baxaq. Müvafiq olaraq qırmızı qonur, boz və qəhvəyi torpaqlarının yayıldığı ərazilər. Qırmızı qonur savannadır. Burada da savanna 3 rəqəminə uyğun gəlir. Sonra boz torpaqlar səhra və yarım səhradır. Burada da səhra və yarım səhra 2-yə uyğun gəlir. Qəhvəyi torpaqlar da codiyarpaqlı meşə kolluqlarının torpağıdır. Bu da 4-ə uyğun gəlir. 3, 2, 4 olar. Düzgün cavab. Amma hardasa 5-də də səhra və yarım səhradır. Orada da boz torpaqlar olmalıydı. Yəni 5-in yayıldığı yerlə. Yəni 3, 5, 4 də ola bilər. Doğrudur, amma 3, 2 doğru, 2, 4 də doğrudur. Yəni burada ən uyğun cavab da, yəni 50-də C variantı olacaq. Çünki 3, 5, 4 yoxdur. Ona görə düzgün cavabımız olacaq C variantı.